171 nömrəli sualda qalmışıq. Qalmışlar 171 nömrəli sualda qohumluq əlaqələri haqqında aşağıdakı məlumatlar verilibdir. Burada belə bir məlumat verilibdir ki, Məmməd Şamilin atasıdır. Məmməd Şamilin atasıdır. Sonra da deyir ki, Sevdanın da əmisidir. Məmməd Sevdanın əmisidir. Sonra deyir, Kamal Sevdanın atasıdır. Kamal Sevdanın atasıdır. Həsənin də dayısıdır. Və Nuriyə Həsənin xalasıdır. Eyni zamanda Aygünün də bibisidir. Və demişdi ki, Şamil də Əhmədin dayısıdır. Əhmədin dayısıdır Şamil. Vəlinin əmisidir. Baxın uşaqlar, burada aydın məsələdir ki, Kamal Həsənin dayısıdır, Nuriyə Həsənin xalasıdır. Yəni, Kamal'la Nuriyə bacı qardaşdırlar. Çünki biri Həsənin dayısıdır, digəri də Həsənin xalasıdır. Bundan əlavə, Məmməd Sevdanın əmisidir, Kamal da Sevdanın atasıdır. Deməli, Məmmədlə Kamal da iki qardaşdırlar. Çünki Məmməd Sevdanın əmisidir, Kamal atasıdır. Məmmədlə Kamal qardaşdır və eyni zamanda bunların bacısı da Nuriyədir. Çünki Kamal Həsənin dayısıdır, Nuriyə də Həsənin xalasıdır. Deməli, Məmmədlə Kamal qardaşdır, Nuriyə onların bacısıdır. Bu məlumat var bizdə. İndi gəlin aşağıdakı sualları cavablandıraq. Və bu çəkdiyim qrafikə əsasən. Deyir ki, Nuriyə haqqında aşağıdakılardan hansı doğrudur? Vəlinin xalasıdır, xeyr. Nuriyə Vəlinin atasının bibisidir. Çünki Nuriyə Məmmədin bacısıdır, Vəli isə Məmmədin nəvəsidir. Çünki Şamilin atası Məmməddir, Şamilin qardaşı oğlu da Vəlidir. Nuriyə Vəlinin atasının bibisidir, xalası deyil. Əhmədin bibisidir deyir, xeyr. Əhmədin anasının bibisidir. Çünki Şamil Əhmədin dayısıdır, Nuriyə də Şamilin bibisidir. Dayısının bibisidir. Yəni, Əhmədin öz bibisi deyil. Məmmədin bacısıdır cümləsi mütləq doğrudur. Çünki Nuriyə Şamil və Məmmədin bacısıdır. Bunu qeyd eləmişdik əvvəlcədən. 172 nömrəli sualda isə bizə nə deyir? Hansı mütləq səhvdir? Deyir ki, burada uşaqlar, deməli, Kamal Aygünün dayısıdır cümləsini verir. Burada bizə B variantında. Bu mütləq səhvdir. Niyə? Çünki Nuriyə Kamalın bacısıdır demişik. Nuriyə Kamalın bacısıdır. Nuriyə Aygünün də bibisidir. Yəni, Kamal Aygünün ya atası olar, ya da əmisi olar. Kamal Aygünün dayısı ola bilməz. Çünki Aygünün bibisinin qardaşıdır Kamal. Aygünün bibisinin qardaşı ya atası olacaq, ya da əmisi olacaq. Ona görə bu 172 nömrəli sualda da B variantı mütləq səhvdir. Kamal Aygünün dayısıdır. Fikri səhvdir. Növbəti sualınız. Ayın 21'i olan sınaq OTK-nın sınağıdır uşaqlar. Yəni, bundan sonra sizin bir dənə sınağınız qalır yanvar ayı üçün. Yəni, OTK-nın sınağı olaraq bir sınaq qalır. Əgər belə böyük problem deyilsə, gəlib getməyiniz daha yaxşı olar. Yusuf, əgər bugünə kimi heç bir sınaqda ənənəvi iştirak eləməmisənsə, bundan sonra yəni, yanvar ayında OTK-nın bir sınağı olacaq, bir də bu dekabr üçün. Yəni, kursun sınağı olacaq, yanvar ayında olacaq kursun sınağı, bir-ikisi olacaq.
Yəni, OTK-nın sınağı da yəni, bundan sonra bir də yanvarda olacaq. Yəni, ənənəvi sınaqda iştirak etməyiniz yaxşıdır. 157 nömrəli sualı soruşub Sevinç xanım Nəbiyeva. Hə, 157-də görək nə deyilir bizə? Hə, bu qutular məsələsi. Deməli, uşaqlar, burada bizə deyilir ki, 4 dənə müxtəlif rəngli karandaşla 6 qutu rənglənib yanaşı düzülür. Yanaşı deyəndə ki, yəni bir qayda olaraq düzülürlər və bunların düzülüşü ilə bağlı belə bir məlumat verilibdir. Deyir ki, sizə C qutusu D qutusuna toxunur və bunların hər biri F-ə də toxunur. Bu toxunmalarını bunların xətlərlə mən bir-biri ilə əlaqələndirirəm. Hansılar toxunursa aralarında xət çəkirəm. Baxın. Sonra deyir ki, A, B, C, D-nin də hər biri Y-yə toxunur. Mən Y-ni burada qeyd edirəm. C də Y-yə toxunmalıdır, D də. A da Y-yə toxunmalıdır, B də. Bunları çəkdim. Və bizə belə bir məlumat verib ki, bir-birinə toxunan qutular fərqli rənglərdədir. Bir-birinə toxunan qutular fərqli rənglərdədir deyirsə, indi məsələn 156 nömrəli suala baxsaz, bizdən soruşur ki, aşağıdakı, yox, hansı iki qutu fərqli rəngdədir? Məsələn, verib A ilə B. A ilə B bir-birinə toxunmur ki, bir-birinə toxunan qutular fərqli rəngdədir. Toxunmursa, eyni rəngdə ola bilər. Məsələn, sonra bizə veribdir B ilə C. B C-yə toxunmur. Sonra burada bizə veribdir C ilə F. Baxın. C ilə F-i veribdir. Eləcə burada bizə zaten deyirdi ki, C də, D də F-ə toxunur. Deməli, C ilə F bir-birinə toxunurlar deyə mütləq fərqli rəngdə olacaq. 157-də nə deyir? Bax, 157-də bizə deyir ki, Sevinç, A və F qutuları eyni rəngdədirsə, aşağıdakılardan hansı mütləq doğrudur? A ilə F eyni rəngdədirsə, məsələn, A da qırmızı rəngdədir, F də qırmızı rəngdədir. İndi burada C F-ə toxunur deyə, mütləq C ilə F fərqli rəngdədir. İndi A da F rəngində olduğuna görə C ilə A da fərqli rəngdədir. A ilə F eyni rəngdədir. İndi C F-ə toxunur deyə C F-dən fərqli rəngdədirsə, deməli, elə A ilə də fərqli rəngdə olacaq. Sonra uşaqlar, sizin sualınız 173. 173 nömrəli suala baxırıq. Bu hansı sualdır? Hə, deməli, bu 4 mərtəbəli binanın 2 dənə A və B blokları haqqında bizə məlumat verilibdir. Bu məlumatlar nədən ibarətdir uşaqlar? Baxın, deyir ki, bu bizim üçün olsun bir A bloku, 4 mərtəbədən ibarətdir. 1, 2, 3, 4. Bu da olsun bir B bloku. Ümumiyyətlə, mərtəbələr aşağıdan yuxarı nömrələnir uşaqlar. Bunu yaddan çıxartmayın. 1, 2, 3, 4. Bu da B bloku. Sizə deyir ki, uşaqlar, B blokunun 1-ci və 4-cü mərtəbələrində heç kim yaşamır. Yəni, bu mərtəbələr boşdur. Sonra sizə deyir ki, A blokunun 4-cü mərtəbəsində M yaşayır. A blokunun 4-cü mərtəbəsində M yaşayır. Sonra deyir ki, K ilə L eyni mərtəbə fərqli blokdadılar. Sonra sizə deyir ki, F S-dən bir mərtəbə yuxarıda yaşayır. Daha sonra da deyir ki, K ilə F alt üst mərtəbələrdə yaşayırlar. K ilə F.
İndi biz bunu uşaqlar necə yerləşdirə bilərik? Hətta M-dən də 2 mərtəbə aşağıda T yaşayır qeyd edilibdir. M-dən 2 mərtəbə aşağıda T yaşayır. İndi mən M-dən 2 mərtəbə aşağı eləcə A blokuna da T yaza bilərəm. B blokunda da ikinci mərtəbəyə T yaza bilərəm. M-dən 2 mərtəbə aşağı T yaşayır deyir. Deməli ki, eyni blokda və yaxud da deməli ki, M-in altındakı mərtəbələrdə, yəni mənzillərdən birində. Ona görə mən deməli A blokunda da ikinci mərtəbəyə T yaza bilərəm, B blokunda da. İndi gəlin bura A blokunda ikinci mərtəbəyə T yazaq. Daha sonra biz K ilə L eyni mərtəbədə olmalıdır deyə məcburuq ki, biz bunu üçüncü mərtəbəyə yazaq bu cütlüyü. Çünki birinci mərtəbədə B blokunda heç kim yaşaya bilməz deyə K-li birinci mərtəbəyə yaza bilmərik. M-dən 2 mərtəbə aşağıda T var deyə T hansı blokda olur olsun ikinci mərtəbənin birindədir də. Ona görə K ilə L-i 2-yə də yaza bilmərik. KL ancaq üçüncü mərtəbədədir. Amma yerləri dəyişə də bilər. L A blokuna, K B blokuna düşə bilər. İndi mən bir dənə birinci mərtəbədə boş yerim qalıb, bir dənə də ikinci mərtəbədə. F-S-dən bir mərtəbə yuxarıda yaşayır deyə, mən S-i A blokunun birinci mərtəbəsinə, F-i A blokunun ikinci mərtəbəsinə yazaram. Və T ilə F-in yerini dəyişə də bilərəm. T-ni B blokunun ikinci mərtəbəsinə, F-i A blokunun ikinci mərtəbəsinə də yaza bilərəm. İndi biz burada gördük ki, K ilə L-in yeri dəyişə bilir, A-dan B-yə, T ilə də F-in. Bu çəkdiyimə əsasən sualları cavablandıraq. Məsələn, 173-də yuxarıda nə deyir bizə? Görək. Deyir ki, mətnə əsasən aşağıdakılardan hansı mütləq səhvdir? S-in ikinci mərtəbədə olması fikri mütləq səhvdir. Çünki S ikinci mərtəbədə ola bilməz uşaqlar. Biz S-i A blokunun birinci mərtəbəsində bilirik və mütləq də doğrudur bunun yeri. Ona görə burada bizə verib ki, S ikinci mərtəbədədir. Bu səhvdir. Çünki S ikinci mərtəbədə olsa, ondan üstdəki mərtəbədə F olmalıdır. Onda F-in üstündə də alt üst olmalıdır deyə K olmalıdır. Fərqi yoxdur. Ümumiyyətlə KL ikinci mərtəbədədir. Biz F-i S-i ikinci mərtəbəyə yazsaq, F-i də gərək üçüncü mərtəbədə yazaq. K da üçüncü mərtəbədədir L-lə. O da mümkün deyil. Ona görə S mütləq birinci mərtəbədə olmalıdır. Növbəti sualınız 180 180 nömrəli suala baxırıq uşaqlar. Deməli, burada uşaqlar Əsəddir, Malikdir, Turaldır, Ziyadır, Nigardır. Bir də kimdir? Təranə. Baxın, burada bizə verib deməli Əsəd, Malik, Ziya, Tural, Nigar, Təranə. Bu şəxslərin aldıqları haqqında aşağıdakı məlumat veribdir. Aşağıda deyəndə yuxarıdakı mətndə. Və o məlumatlar belə idi. O məlumatlarda bizə deyir ki, dondurma alan mütləq paxlavada alıbdır. Paxlava alanda heç bir içki almayıbdır. Və bu şəxslərdən 3-ü meyvə şirəsi alıbdır. Başqa heç nə almayıbdır. 3 nəfər meyvə şirəsi alıbdır. 2 nəfər də qəhvə alıbdır və qəhvə alanlardan biri bulka da alıbdır. Və uşaqlar, orada bizə deyir ki, Əsəd dondurma alıbdır.
Əsəd dondurma alıbsa, onda mütləq paxlava da almalıdır. Dondurma alan paxlava da almalıydı. Paxlava alan şəxs heç bir içki almamışdır demişdi. Onda Əsəd meyvə şirəsi və qəhvə almayıbdır. Onda bu 5 dənə içkini alan şəxs Malik, Ziya, Tural, Nicar, Təranə olacaq. Aydındır? Çünki bu 5 dənə içkinin hər birini bir nəfər alıbdır. Və bizə belə bir məlumat da vermişdi ki, qızların yalnız biri meyvə şirəsi içibdir. Onda digəri qəhvə içibdir. Onda 2 dənə meyvə şirəsini də oğlanlardan ikisi, yerdə qalan qəhvəni də oğlanlardan biri içibdir. Yəni bizim bu mətndə dəqiq tapa biləcəyimiz bir şey var. O da Əsəd dondurma alıbdısa, paxlava alıbdı və meyvə şirəsi almayıbdır. İndi burada bizə deyir ki, 180-də aşağıdakılardan hansı mütləq səhvdir? Malikin paxlava alması fikri mütləq səhvdir. Niyə? Çünki uşaqlar, Əsəd dondurma alıbdı, paxlava da alıbdı onda və heç bir içki almayıbdı. İndi bizim 5 dənə içkimiz var, 5 dənə də şəxs var. Bu şəxslərin hər biri mütləq bu içkidən birini almalıdır. Amma mən götürüb Malik də paxlava almışdır fikrini düz götürsəm, Malik paxlava alsa, axı bu içkilərdən heç birini almayacaq. Onda bəs bir dənə içki artıq qalar axı. Ona görə Malik paxlava almışdır fikri mütləq səhvdir. 181-də nə deyir bizə? Deyir ki, təranənin meyvə şirəsi içdiyi məlumdursa. Baxın uşaqlar, təranə meyvə şirəsi içibsə, onda Nicar qəhvə içibdir. Səbəb? Çünki qızlardan biri meyvə şirəsi içibdir demişdi bizə. Digəri qəhvə içəcək. Onda 2 dənə meyvə şirəsini və 1 dənə də qəhvəni bu 3 dənə oğlan içibdir. Malik, Ziya, Tural. İndi təranə meyvə şirəsi içibsə, digər 2 meyvə şirəsini kimlər içibdir? Burada Əsəd olan variantları silin. Nicar olan variantları silin. Qaldı bir dənə B variantı, C variantı. Niyə? Çünki təranə meyvə şirəsi içibsə, onda Nigar mütləq qəhvə içibdir. Çünki qızlardan biri qəhvə içməlidir. Qaldı Malik, Ziya, Tural və 2 meyvə şirəsi, 1 qəhvə. Yəni o yerdə qalan 2 meyvə şirəsi və bu 3 dənə oğlandan ikisinə düşməli idi. O da Malik ilə Ziyadır. 184 nömrəli sual. Baxın, bu 184 nömrəli sualda bizə nə deyir? Deyir, X, Y, Z şəxsləri bu 6 dənə alətdə ifa etməyi bacarır. Baxın, X, Y, bu da olsun Z. Bu 6 dənə alət hansılardır? S-dir, F-dir. A-dır, K-dır, Q-dur, bir də N-dir. İndi uşaqlar, bizə ən axırda deyir ki, hər birinin 2 alətdə ifa etdiyini bilərək. Baxın, mətnin şərti nədir? Deyir ki, əgər musiqiçilərin hər biri 2 fərqli alətdə ifa etməyi bacarırsa, kim hansı alətlərdə ifa edibdir? Kim hansı alətlərdə ifa edibdir? Belə bir cədvəl çəkirəm. Hər bir şəxs 2 müxtəlif alətdə ifa etməlidir. Burada bizə belə bir cümlə verir və Y ən uca boyludur. Uşaqların biri deyir ki, müəllim, nə dəxli var bunun? Uşaqlar, ən uca boylu ona görə verib ki, Y-i. Məsələn, sənə ikinci cümlədə deyir ki, S alətində ifa edənin boyu F alətində ifa edənin boyundan qısadır. S alətində ifa edənin boyu F alətində ifa edənin boyundan qısadırsa, bu o deməkdir ki,
S alətində Y ifa etmir. Çünki Y ən uca boyludur. S-də Y ifa etmiş olsa, onda Y-in boyu kiminsə boyundan qısa olmalıdır. Amma Y ən uca boyludur demişdi mənə. Deməli, Y S-də ifa etmir. Sonra bizə nə deyir? Deyir ki, S və F-də ifa edənlər və X pizza xoşlayır. Bu nə deməkdir? S-də ifa edən, F-də ifa edən və X-in özü pizza xoşlayır. Deməli, bu X S-də də ifa etmir, F-də də ifa etmir. Üçü də ayrı-ayrı şəxslərdir. S-in ifaçısı, F-in ifaçısı və X pizza xoşlayırlar. İndi S-də X ifa etmirsə, Y ifa etmirsə, kim ifa edir S-də? Z ifa edə bilər S-də. Z-in ifa eləyəcəyi başqa bir alətdə olacaq. Ona görə mən burada Z sütununa digərləri üçün minus yazmıram. Keçib növbəti cümləyə baxıram ki, A və N-də ifa edənlər futbola baxanda Y kitab oxuyur. Baxın, A və N-də ifa edən şəxslər futbola baxanda Y kitab oxuyur. Bu o deməkdir ki, Y kitab oxuyur da futbola baxmır ki, deməli Y A və N-də ifa etmir. Y A-da da ifa etmir, N-də də ifa etmir. Çünki Y kitab oxuyur, amma A-da və N-də ifa edənlər futbola baxır. Sonra deyir ki, X-də nə? X nə N-də, nə də Q-də ifa etmir. X N-də də ifa etmir, Q-də də ifa etmir. X iki alətdə ifa etməlidir. Bu iki alətdə aynən K qalıbdır X üçün. İndi A-da ifa edəni tapdıq, K-da ifa edəni tapdıq deyə digərlərinə minus qoyuruq. Bəs onda N-də ifa edən kim olacaq? N-də X də ifa etmir, Y də ifa etmir. Onda N-də ifa edən Z olacaq. Z üçün də ikinci ifa edə biləcək aləti tapdıq. Bəs onda F-də kim ifa eləyə bilər? X deyil, Z deyil. F-də ifa edən Y-dir. Y-in ifa edəcəyi digər alət də Q olacaq. Təkcə bu qalıb. İndi biz X-in ifa edə biləcəyi alətlərin AK olduğunu tapdıq. AK. Y-in ifa edəcəyi alətləri də F ilə Q tapdıq. Ona görə B-də səhvdir, qaldı D variantı. Z-də də S ilə N. Növbəti sualımız, növbəti sualımız 184-dən sonra 201 var. Başqa sual yoxdursa 201-ə baxıram. %194. Bu mətin asan mətindir uşaqlar. Bu 194. Sadəcə siz başa düşməliydiniz bunun şərtini. Demək istəyir ki, hər qrupda bir qız var, bir oğlan var. Və qızların da ixtisasları modelyerdir, dizaynerdir, bir də nədir? Psixoloqdur. Bunların iş jurnalının üst vərəqində oğlanın adı, qızın adı və ixtisası qeyd olunur. Bu üç dənə adın heç birinin baş hərfləri eyni ola bilməz. Müxtəlif olmalıdır. Müxtəlif hərf ilə başlamalıdır ixtisasları, qızın və oğlanın adı. Məsələn, baxın, oğlanın adı Pərvizdir biri. Digərinin adı deməli Dadaşdır. Bir də Muraddır. Amma burada ixtisaslar uşaqlar psixoloqdur. Sonra dizaynerdir. Bir də modelyerdir. Qızların adı Pərvindir.
mehribandır, dilbərdir. İndi uşaqlar, bizə deməli nə demək istəyir? Demək istəyir ki, burada belə bir cümlə verir. Pərvizlə bir qrupda olan qız modelyer deyil. Mən də sizə deyirəm ki, Pərvizlə bir qrupda olan qız Pərvin ola bilməzdi. Çünki Pərvizin baş hərfi qızın baş hərfi ilə eyni ola bilməz. Bu, Pərvizlə bir qrupda olan qız Pərvin deyil. Mətndə də bizə verib ki, modelyer də deyil. Onda kimdir bu? Hətta bir dəqiqə, baxın uşaqlar. Pərvizlə bir qrupda olan qızın ixtisası psixoloq deyil. Modelyer də deyil deyilir bizə. Onda dizayner olacaqdır, eləmi? Bir də təkrarlayıram. Pərvizlə bir qrupda olan qız bizə deyir ki, modelyer deyil. Modelyer deyilsə, psixoloq da ola bilməz. Baş hərfləri eyni ola bilməz çünki. Psixoloq da deyil, modelyer də deyilsə, dizaynerdir onda. Pərvizlə bir qrupda olan qızın ixtisası dizaynlıdır. Biz bildik ki, dizayn Pərvizlə bir qrupdadır. İndi Pərvizlə olan qız kim ola bilər? Pərvizlə olan qız Pərvin deyil, Dilbər də deyil. Çünki ixtisasın baş hərfi Dilbərin baş hərfi ilə eynidir, ola bilməz. Onda bu Pərvin deyilsə, Dilbər deyilsə, Mehriban olacaq. Mehriban olacaq, Pərvizlə bir qrupda. İndi gələk Dadaşa. Dadaşla bir qrupda olan qızın deməli Dilbər olmadığını bilirik. Mehriban da Pərvizlə bir qrupdadırsa, onda Dadaşla bir qrupda olan qız Pərvindir. Çünki Dilbərin baş hərfi Dadaşın baş hərfi ilə eynidir deyə ola bilməz. Mehriban da Pərvizlə bir qrupdadırsa, onda Dadaşla bir qrupa Pərvin düşür. Və bu qrupda Pərvin varsa, onda ixtisas psixoloq ola bilməz. İxtisas psixoloq ola bilməzsə, modelyer olar da bu qızın ixtisası. Onda bizim üçün burada Muradla bir qrupda ola bilən şəxs Dilbər olar və psixoloq olar. İndi bizə deyir ki, uşaqlar, psixoloqun və onunla bir qrupda olan oğlanın adı nədir? Psixoloq kimlə bir qrupdadır? Muradla, Dilbərlə bir qrupdadır. Psixoloq Dilbərdir, Muradla bir qrupdadır. Dilbər, Murad, A variantı. Sonra 201. Bir də uşaqlar, dərsə biraz məsuliyyətli yanaşmaq lazımdır. Tutaq ki, bir 20 dəqiqəlik problem yarandı. Eləcə hamı yazır ki, rekord olacaq. Yəni dərsin atım kənara gedim, yatım, işimlə məşğul olum. Yəni biraz məsuliyyətli yanaşmaq lazımdır. Bayaqları məsələn də 30 nəfər qrupda uşaq vardı, indi 18 nəfərdir. Niyə? Eləcə bəhanə axtarırlar ki, bir dənə mən dərsdə bir problem olsun, qoşulmayayım da, gedim. Belə eləmək lazım deyil. Yəni, baxsələm 201. Nə var bu sualda uşaqlar? Bu sualda deyir ki, sizə Fərid istirahat günləri hava şəraitindən asılı olaraq ya kitab oxuyur, ya digər bir işlə məşğuldur, ya da dostları ilə görüşür. İndi Fərid hansı halda kitab oxuyur, hansı halda dostları ilə görüşür? Bu haqqında aşağıda məlumat veribdir bizə. Deyir ki, yalnız qar yağanda və hava küləkli olanda Fərid evdə oturub kitab oxuyur. Fəridin keyfinə baxın da siz. Hər cür bəhanəsi var. Yəni deyir ki, qar yağıb, külək əsməlidir ki, Fərid kitab oxusun. Yəni qar yağsa, külək yoxdursa, Fərid kitab oxumayacaq. Külək əsir, amma qar yağmırsa, Fərid yenə kitab oxumayacaq. Deyir, indi aşağıdakı hökmlərdən hansı mütləq doğru olacaq?
Əgər qar yağarsa və hava günəşli deyilsə, o zaman Fərid evdə oturub kitab oxuyacaq. Xeyr, havanın günəşli olmaması, küləkli olması demək deyil ki, qar yağır. Amma bizə lazımdır ki, qar yağanda külək də əssin ki, Fərid kitab oxusun da. Qar yağır, amma hava günəşli deyil. Bu halda Fərid kitab oxumaya da bilər də. Yəni, yalnız qar yağıb və külək əsəndə Fərid kitab oxuyur demişdi. Əgər hava küləklidirsə və Fərid evdə kitab oxumursa, deməli, qar yağmır, düz də deyir. Yəni, əgər hava küləklidirsə, Fərid kitab oxumursa, deməli, qar yağmır da. Çünki həm qar yağmalıdır, həm də külək əsməlidir ki, Fərid kitab oxusun. Yenə də bayaq da tək dedim. Yəni, qar yağır, külək əsmir. Fərid kitab oxumayacaq. Külək əsir, amma qar yağmır, Fərid kitab oxumayacaq. Bunların hər ikisi olmalıdır ki, Fərid kitab oxusun. Yəni, indi əgər qar yağırsa, amma Fərid kitab oxumursa, deməli, Fəridin küləyi çatmır. Əgər hava küləklidirsə, Fərid kitab oxumursa, qarı çatmır. Ona görə B variantı mütləq doğrudur. Yəni, hava küləklidir, Fərid amma kitab oxumur, deməli, qar yağmır. 203 nömrəli sual. Hə, bax bu. Belə bir mətn vardı, uşaqlar. Dayanacaqda əyləşən 4 nəfər. Deyir ki, cavan qız gül dəstəsi tutan adamdan sağda, eynəkli kişidən solda əyləşir. Deməli, üçü də fərqli şəxslərdir də. Deməli, cavan qızın və eynəkli kişinin əlində gül dəstəsi yoxdur. Və burada da bu mətndə elə bir mətndir. Yəni, sizə nə verib burada? Baxın, deməli, sizə deyir ki, dedektiv nağıllar, roman, şeirlərdən ibarət olan müxtəlif rəngli göy, yaşıl, qırmızı, sarı cildlə kitablar rəfin üzərindədir. Bax, burada kitabları qeyd edirəm. Dedektivdir, nağıldır, romandır, şeir kitablarıdır. Bu kitabların cildlərinin rəngi yaşıldır, göydür, sarıdır, qırmızıdır. Baxın, belə bir cədvəl çəkirəm, uşaqlar. Və cümlələrə fikir vermək lazımdır. Məsələn, sizə deyir ki, dedektiv və şeirlər göy cildli deyil. Dedektiv də göy cildli deyil, şeir də göy cildli deyil. Onlara minus qoyduq. Nağıl kitabı qırmızı kitabla romanın arasında yerləşir. Və bu cümləyə fikir verin. Nağıl kitabı qırmızı kitabla romanın arasında yerləşirsə, bunların üçü də ayrı kitablardır da. Qırmızı kitabla romanın arasındakı nağıl kitabıdır. Deməli, nağıl kitabı da, roman kitabı da qırmızı deyil. Nağıl da qırmızı deyil, roman da qırmızı deyil. Buradan bu nəticə əldə olunur. Sonra deyir ki, sarı cildli kitab nə şeir kitabıdır, nə də nağıl kitabıdır. Hə, sarı cildli kitab nağıl da deyil, şeir də deyil. Yuxarıda nə məlumat veribdir? İndi ona baxaq. Yuxarıda da sizə deməli deyir ki, yaşıl kitab sarı kitabdan sağda, dedektivdən solda yerləşir. Bax, deyir ki, yaşıl kitab sarı kitabdan sağda, sarıdan sağda, dedektivdən solda yerləşirsə, deməli, dedektiv sarı da deyil, yaşıl da deyil də. Sarı ilə dedektiv yaşılın müxtəlif tərəflərindədir. Üçü də ayrı kitablardır. İndi dedektiv sarı da deyil, yaşıl da deyil. Yazırıq dedektivə, sarı da deyil, yaşıl da deyil. Onda dedektiv hansı rəngdədir? Qırmızı rəngdədir. Sonra şeir kitabı hansı rəngdədir? Onda yaşıl rəngdədir. Nağıl kitabı onda göy rəngdədir.
Roman kitabı sarı rəngdədir. Hə, indi bizdən hansı kitabın rəngini soruşurdu? Bizə deyir ki, nağıl kitabının cildi hansı rəngdədir? Biz də nağıl kitabının cildini göy rəngdə tapmışıq. Şu. Burada artıq bizim variant olacaq C variantı. Növbəti sualımız nə soruşmusunuz? 208. Burada nə deyir? Bax, bayaq dediyim mətin. Hansı ki 203-ün eynisi. Dayanacaqda 4 nəfər əyləşir. Nənə, cavan qız, cavan oğlan, eynəkli kişi. Kim soruşub 208-i? Səbinə xanım. Bax, uşaqlar, yenə də deyirəm, burada dayanacaqda 4 nəfər əyləşibdir. O əyləşənlər nənə, qız, oğlan və kişidir. Eynəkli kişidir. Bunların əlində itdir, qəzetdir, gül dəstəsidir, bir də uşaqdır. İndi bu mətndə deyir ki, dayanacağın yanında tələbə qız dayanıbdır. Sonra deyir ki, əlində kitab tutan şəxs oturmayıbdır. Bax, əlində kitab tutan adam oturmayıbdır. Bu oturmayan şəxs tələbə qızdır da. Deməli, kitab tələbə qızın əlindədir. Bununla işimiz yoxdur. Biz oturanların əlində it, qəzet, gül dəstəsi və uşaq olduğunu bilirik. Bunlardan hansının əlində nə var, onu tapmalıyıq biz. Yenə də, məsələn, bizə burada deyir ki, uşaqlar, nənənin əlində nə itdir, nə də gül dəstəsidir. Belə bir cümlə verib. Baxın, deyir ki, nənənin əlindəki nə itdir, nə də gül dəstəsidir. Nənənin əlində it də deyil, gül dəstəsi də deyil. Bunlara minus qoyduq. Sonra deyir ki, uşaqlar, baxın, eynəkli kişinin əlindəki qəzet də deyil, it də deyil. Kişinin əlində də it də deyil, qəzet də deyil. Sonra belə bir cümlə veribdir. Cavan qız eynəkli kişidən solda, baxın qız, kişidən solda gül dəstəsi tutan adamdan sağda əyləşibdir. Deməli, gül dəstəsi qızın da əlində deyil, kişinin də əlində deyil. Kişinin əlində də gül dəstəsi yoxdur, qızın da əlində gül dəstəsi yoxdur. Onda gül dəstəsi kimin əlindədir? Nənənin deyil, qızın deyil, kişinin deyil, oğlanın əlindədir. Və yaxud kişinin əlində it deyilsə, qəzet deyilsə, gül deyilsə, uşaqdır. Onda nənənin əlində it deyil, gül deyil, uşaq deyil, qəzetdir. Qızın əlində qəzet deyil, gül deyil, uşaq deyilsə, itdir. Hər birinin əlində nə var? Bunu tapmışıq. Hətta burada belə bir cümlə də verilmişdir. Əlində qəzet tutan adam cavan oğlanla qucağında uşaq olan adamı ilk dəfə görüb. Bu cümlənin nə əlaqəsi var deyərsiniz? O əlaqəsi var ki, 3 dənə fərqli adam var burada. Yəni, əlində qəzet tutan adam, cavan oğlanı, qucağında uşaq olan adamı ilk dəfədir görür. Deməli, cavan oğlanın əlində qəzet də deyil, uşaq da deyil. Və bu əlaqə var. Nənə harda olsun qız? Nənə niyə olmur? Yəni, sualı başa düşmədim, Sevin. İstəyirdin nənənin əlində gül olsun. Yox, müəllim, mən əvvəldən soruşmuşdum. Mən orada nənə tapmışdım, səhv çıxdı. Yox. Nəyi nənə tapmışdın? Uşaq kimi, öyrəşmişsiniz elə uşaqları nənəyə sırıyasınız. Sonra 220 nömrəli sual soruşmuşsunuz.
Hə, deməli 220. Belə bir mətin verilibdir bizə. Baxın burada da uşaqlar. Yox, yeni dərs keçməyə vaxt yoxdur. Sadəcə mən bu mətni məntiqlərindən olan suallarınızı cavablandırmışam. Amma tapşırıq olaraq verəcəm, video izah atacağım sizə. Baxın uşaqlar, burada Babək var, Kərim var, Sənan var, Davud var. Bu şəxslərin biri avtomexanikdir, biri radiotexnikdir, biri kimyaçıdır, biri inşaatçıdır. Bunların ixtisasları ilə bağlı belə bir cədvəl qururam. Çünki ixtisasları tapsam daha yaxşı olar da peşələrini. Və bu peşələr, baxın, birinci cümlədə bizə nə deyir? Birinci cümlədə bizə deyir ki, şahmatda Davudu və Kərimi udan, ancaq Sənana uduzan Babək, radiotexnikdən və özündən gənc olan Kərimdən yaxşı xizək sürür. Bax, deyir ki, Babək radiotexnikdən və özündən gənc olan Kərimdən yaxşı xizək sürür. Eyni zamanda şahmat oyunlarında da Babək, uşaqlar, baxın, şahmat oyunlarında Babək Davudu udur, Kərimi udur, Sənana isə uduzur. Davudla Kərimin hansı bir-birinə qalib gəldiyini bilməsək də, ən yaxşı şahmat oynayanın Sənan olduğunu bilirik. Amma xizək sürməkdə isə deyir ki, radiotexnikdən və özündən gənc olan Kərimdən yaxşı xizək sürür. Kim? Babək radiotexnikdən də yaxşı xizək sürür, Kərimdən də yaxşı xizək sürür. Yəni, Babək xizək sürməyə görə radiotexnikdən də, Kərimdən də yaxşı xizək sürür. Yəni, Babəkdən zəif xizək sürən 2 nəfər var. İndi qaldı ki, Sənandan yaxşı xizək sürür, yaxşı xizək sürmür, onu deyə bilmərəm. Amma əsas odur ki, biz yaşa görə də bilirik ki, Babəkdən yaşca kiçik Kərim var. Çünki deyir ki, radiotexnikdən və özündən gənc olan Kərimdən daha yaxşı xizək sürür. İndi uşaqlar, bu cümlələrdən həm də siz bunu başa düşə bildiniz ki, Babəkin ixtisası radiotexnik deyil. Çünki Babək radiotexnikdən yaxşı xizək sürür demişdi. Baxın, yuxarıdakı cədvəldə yazırıq ki, Babək radiotexnik deyil. Və bundan əlavə belə bir cümlə də demişdi. Demişdi ki, teatra Babək özündən gənc olan mühəndisdən 2 dəfə çox gedibdir. Babək özündən gənc olan mühəndisdən 2 dəfə çox gedibdi teatra. Sonraki cümlədə də bizə demişdi ki, avtomexanikdən 2 dəfə çox teatra gedən kimyaçı var. Baxın, bu cümlədə deyib ki, bizə avtomexanikdən 2 dəfə çox teatra gedən kimyaçı hamıdan gənc deyil, yalnız mühəndislərdən biri yaşda ondan böyükdür. Deməli, bu kimyaçı Babəkdir. Bunu hardan bilirik? Çünki Babək özündən gənc olan bir mühəndisdən 2 dəfə çox gedib teatra. Burada da deyir ki, avtomexanikdən də 2 dəfə çox teatra gedən kimyaçıdır. Deməli, bu teatra birindən 2 dəfə çox gedən Babək idi, onda bu kimyaçıdır. Və Babək, uşaqlar, deyir ki, hamıdan gənc deyil, ondan bir nəfər yaşlı olan var. Baxın, bizə deyir ki, burada avtomexanikdən 2 dəfə çox teatra gedən kimyaçı hamıdan gənc deyil, yalnız ondan bir nəfər yaşlıdır. Yəni, Babək Kərimdən böyükdür. O deməkdir ki, Babəkdən də yaşda böyük olan bir nəfər varsa, onda Kərimdən də kiçik olanı var. Babəkdən də kiçik olan 2 nəfər var. Yəni,
4 dənə mühəndisin yalnız biri Babəkdən yaşla böyükdür. Digər ikisi yaşda kiçik olmalıdır Babəkdən. İndi bunun biri Kərim idi. İndi digəri Davuddur, ya Sənandır, bilmirik. İndi yuxarıdakı cümlələrdə baxın, sizə görün nə deyir. Yuxarıdakı cümlələrdə deyir ki, yaşca ən böyük olan, uşaqlar, yaşca ən böyük olan yaxşı şahmat sürür. Hamıdan yaxşı şahmat oynayır. Cümləyə baxın, deyir ki, yaşda ən böyük olanları hamıdan yaxşı şahmat oynayır. Hamıdan yaxşı şahmat oynayan Sənandır. Deməli, yaşda böyük olan da Sənandır. Deməli, Babəkdən də yaşda böyük olan Sənandır. Bunlar yaşa görə olsun, bu xizək sürməyə görə olsun, bu da şahmat oynamaqlarına görə olsun sıralama. Ən yaxşı. Deyir, yaşda ən böyük, yaşı ən çox olan ən yaxşı şahmat oynayandır. Ən yaxşı şahmat oynayan Sənandır onda. Daha doğrusu ən yaxşı şahmat oynayanın Sənan olduğunu bilirdik. Bu cümləyə əsasən də hamıdan böyük olan şəxsin də Sənan olduğunu bildik. Sonra isə demişdi ki bizə, yaşda ən kiçik olan isə ən yaxşı xizək sürür. Yaşı ən kiçik olan ən yaxşı xizək sürəndir. Bir dəqiqə uşaqlar. Bax, cümləni göstərim sizə. Burada deyir ki bizə, bu cümlələrdən birində bizə deyir ki, mühəndislərin yaşca ən böyük olanı hamıdan yaxşı şahmat oynayır. Hamıdan yaxşı teatra gedir, hamıdan çox teatra gedir. Ən kiçiyi isə hamıdan yaxşı xizək sürür. Bundan da əlavə bizə demişdi ki, radiotexnik ən yaxşı şahmatçı və ən həris teatr həvəskarıdır. Ən yaxşı şahmatçı kim idi? Sənan. Deməli, Sənan radiotexnikdir. Sənan radiotexnikdir. Bunu dəqiq bildik. Sonra deyir, avtomexanik isə ən yaxşı xizəkçidir. Ən yaxşı xizəkçidir avtomexanik. Bu avtomexanik kim olacaq? Uşaqlar. Bax, bizə deməli bir cümlədə belə verib ki, radiotexnik yaxşı şahmatçıdır, ən həris teatr həvəskarıdır, avtomexanik isə ən yaxşı xizəkçidir. Ən yaxşı xizəkçidir. İndi ən yaxşı xizəkçi kimdir? Bax, biz burada ən yaxşı xizəkçi yaşda ən kiçik olandır. Yaşı ən kiçik olan ən yaxşı xizəkçidir demişdi bizə. İndi bu Sənan bildik ki, radiomexanikdir, radiotexnikdir. Babək kimyaçıdır. Kərim ilə, uşaqlar, Kərim ilə qalıb bir dənə Davud. Kərim ilə Davud haqqında da yuxarıda deməli, görək nə tapa bilirik. Baxın, biz burada yuxarıdakı cümləni oxusaq, 3-cü cümləni. Xizəyi radiotexnikdən pis sürən inşaatçı bir qayda olaraq şahmat oyunlarında avtomexanika uduzur. Şahmat oyunlarında deyir ki, xizəyi radiotexnikdən pis sürən inşaatçı, radiotexnik kimdir? Sənandır. Xizəyi Sənandan da pis sürən inşaatçı var. Xizəyi Sənandan da pis sürən inşaatçı var. Deməli, Sənandan da pis sürən inşaatçı var və yaşca ən kiçik olanı da ən yaxşı, yaşca ən kiçik olan Davuddur uşaqlar. Baxın, Kərimdən də kiçik Davud olacaq. Və Kərimdən kiçik Davuddursa, yaşca ən kiçik olan Davuddursa, deməli bu Davud ən yaxşı xizək sürəndir. Ən yaxşı xizək sürəndir və bizə yuxarıda demişdi ki, ən yaxşı xizək sürən avtomexanikdir. 4-cü cümlədə. 4-cü cümlədə ən yaxşı xizək sürən avtomexanikdir demişdi. Baxın, burada deyib ki bizə, radiotexnik ən yaxşı şahmatçıdır, avtomexanik isə ən yaxşı xizək sürəndir. Deməli, ən yaxşı, hətta demişdi ki, ən kiçiyi, bu mühəndislərin ən kiçiyi isə hamıdan yaxşı xizək sürür. Ən kiçiyi Davuddursa, Davud hamıdan yaxşı xizək sürür. Avtomexanikdə ən yaxşı xizək sürəndirsə, deməli, Davud avtomexanikdir. Biz Sənanı radiotexnik tapmışdıq.
Bunu səhv qeyd eləmişəm. Aha, radiotexnik Sənandır. Avtomexanik Davuddur. İnşaatçı onda Kərim olur. İndi bizə demişdi ki, xizəyi radiotexnikdən pis sürən inşaatçı bir qayda olaraq şahmat oyunlarında avtomexanika uduzur. Şahmat oyunlarında Kərim güclüdür ya da Davud güclüdür, onu bilmirdik. Amma biz indi bildik ki, inşaatçı şahmat oyunlarında avtomexanika uduzursa, deməli burada ən zəif şahmat oynayan inşaatçıdır. O da Kərimdir. Yəni Davud Kərimdən yaxşı şahmat oynayır. Yaşca bunların deməli düzülüşünü bildik. İndi bizə demişdik, yaşca kiçik olan ən yaxşı xizək sürəndir. Yaşca kiçik olan Davuddur, bu ən yaxşı xizək sürəndir. Və hətta burada birinci cümlədə bizə demişdi ki, Kərimdən yaxşı xizək sürür kim? Babək. Radiotexnikdən Kərimdən yaxşı xizək sürür. İndi Babək kimyaçıdır. Sənan radiotexnikdir. Deməli, Babək Sənandan yaxşı xizək sürür və eyni zamanda radiotexnikdən Kərimdən də yaxşı xizək sürür. Deməli, burada Sənanla Kərimin hansı güc yaxşı xizək sürür? Onu tapmağımız üçün deməli, Kərimdən daha gənc olan mühəndisin 2 dəfə çox teatrları buyurur. Kərimdən yaxşı xizək sürür və radiotexnikdən yaxşı xizək sürür. Ən yaxşı xizək sürən də Davuddur. Bu məlumat var. İndi gələk görək dəqiq Sənan Kərimdən yaxşı xizək sürürmü? Mühəndislərdən yaşca ən böyüyü hamıdan yaxşı şahmat oynayırdı və teatrda hamıdan çox olur. Ən kiçiyi isə hamıdan yaxşı xizək sürür. Bu heç, bu aydındır. Radiotexnik ən yaxşı şahmatçı və ən hərisədir. Bu avtomexanik isə ən yaxşı xizəkçidir. Xizəyi radiotexnikdən pis sürən inşaatçı. Baxın, radiotexnik Sənandır. Xizəyi radiotexnikdən pis sürən də inşaatçıdır. İnşaatçı da Kərimdir. Ona görə elə xizək sürməyə görə də Kərim radiotexnikdən pis xizək sürür, yəni Sənandan. İndi biz bunların şahmat oyunlarına görə ardıcıllığını, xizəyə sürməyə görə ardıcıllığını, yaşa görə ardıcıllığını da tapmış olduq. Daha sonra uşaqlar, başqa bir sualınız? Uşaqlar, kiminsə sualı varsa qeyd eləsin. Yoxdursa, bu qədər bu günlük. $245 2024-ün qəbulunun sualıdır uşaqlar. 245 2024-ün qəbulunun hətta ikinci cəhdinə düşübdür. İlk dəfə həmən tip sual 2024-ün ikinci qəbuluna düşmüşdü və 2025-də birinci qəbulunda da istifadə olundu. Hətta OTK-nın da sınaqlarının birində istifadə olunmuşdu. Mən onun video izahını da çəkib atmışdım qrupa. Deməli, uşaqlar, maraqlı bir sualdır. Sadəcə diqqətli olmaq lazımdır orada. Əslində, mətnin içində hər bir şey verilibdir. Sadəcə bir cümlə var orada sizi çaşdıran. Hansı ki, o deyir, eyni hərflər, eyni ədədlərdir. Və siz elə başa düşürsünüz ki, hə, eyni hərflər, eyni ədədlərdirsə, onda müxtəlif hərflər, eyni ədədlər ola bilməz. Ola bilər, niyə olmasın? Yəni, sizə deməyib ki, müxtəlif hərflər eyni qiymətlər ala bilməz. Belə bir cümlə verməyib ki, sizə. Baxın, bu bizim cədvəlimiz. Və bu cədvəldə sizə veribdir. 7-yə qalıqsız bölünməyənlər. Bir də bu cümlələri biraz tam başa düşünün. 7-yə qalıqsız bölünməyənlər o deməkdir ki, 7-yə tam bölünmür. Sonra 2 rəqəmlilər bunlardır. Burada olmayanlar deməli 2 rəqəmli deyil. Sonra baxın, kvadrat kökü tam ədəd olanlar. Yəni buradakıların ikinci dərəcədən kökü var. Kub kökü olmayanlar. Bunlar kub kökü olmayanlardır. Yəni burada olmayan hərflərin
Deməli, üçüncü dərəcədən kökü olan ədədlərdir. Yəni, bunlar kub kökü olmayanlardır. Deməli, burada olmayanların kub kökü var. Məsələn, baxaq uşaqlar, bizdən bazar sözünün hərflərinin qiymətləri cəmini soruşur. Gəlin B-ni araşdıraq. Baxıram ki, B iki rəqəmlilərin içində var. Amma kvadrat kökü olanların içində yoxdur. Hətta kub kökü olmayanların içində də yoxdursa, deməli B-nin kub kökü var. Və hətta uşaqlar, gəlin əvvəlcədən belə bir şey deyiləyək. Məsələn, gəlin ikinci dərəcədən kökü olan ədədləri yazaq. 1-dən 100-ə qədər. Baxın, 1, 4, 9, 16, 25, 36, 49, 64, 81. Bu ədədlər ikinci dərəcədən kökü olan ədədlərdir. Üçüncü dərəcədən kökü olanlar isə 1-dir, 8-dir, 27-dir, 64-dür. Həm ikinci dərəcə, həm üçüncü dərəcədən kökü olan ədədlərimiz 1-lə 64-dür. İndi mən buradan bildim ki, B 2 rəqəmlidir, kvadrat kökü yoxdur, amma kub kökü var. Deməli, B 27 olar da, 2 rəqəmlidir, kub kökü var. Onda 1, 8, 27 və 64-ün içində axtaraq da, kub kökü var axı. Və 2 rəqəmlidir deyə 27 ilə 64-dən biri ola bilər. Amma kvadrat kökü yoxdur. Deməli, 64 ola bilməz də. 64-ün axı kvadrat kökü var. Deməli, B 27-dir. İndi A-nı araşdıraq. A, 2 rəqəmlilərin içində yoxdur. Deməli, A tək rəqəmli ədəddir. A-nın kvadrat kökü var. Deməli, A 1, 4, 9 ola bilər. Kvadrat kökü olan tək rəqəmli ədəd 1, 4, 9-dur. Amma A kub kökü olmayanların içində yoxdur. Deməli, A-nın kub kökü də var. A-nın kub kökü var onda. Həm kvadrat kökü, həm kub kökü olan tək rəqəmli ədədimiz 1-dir də. Yəni, həm kvadrat, həm kub kökü olan 64 ilə 1-dir. İndi A 2 rəqəmlilərin içində yoxdursa, deməli, A tək rəqəmlidir. Onda A 1-dir. Z-i araşdıraq. Z 2 rəqəmlilərin içində var. Kvadrat kökü var, kub kökü də var. Niyə? Çünki kub kökü olmayanların içində yoxdur Z. Onda kvadrat kökü olub, kub kökü olan 2 rəqəmli ədədimiz 64-dür. Z oldu 64. A1. İndi R-i araşdıraq, uşaqlar. Baxın, R 2 rəqəmlərin içində yoxdur. Kvadrat kökü var, amma kub kökü yoxdur. R-in kvadrat kökü olub, kub kökü olmayan bir rəqəmli ədəd olduğunu bilirik. Deməli, R 4 və 9-dan biridir. Kvadrat kökü var, kub kökü yoxdur. İndi bir də yuxarıya fikir verin. 4-ə nisbəti cüt və kəsr ədəd olanların içində R var. Deməli, R-i 4-ə böləndə cüt və kəsr ədəd almalıyıq. R deməli 4 ola bilməz. R 4 olsa, 4-ü 4-ə böləndə axı tək ədəd eləyir. Tam və tək ədəd eləyir axı. Mənə R-i burada veribsə, deməli bu R-i 4-ə böləndə cüt və kəsr ədəd almalıyıq. Deməli, R-in qiyməti 9 olar, 4 yox. Bu bazar sözünün hərflərinin qiymətləri cəmini toplasaz 102 eləyəcək. Sonra talan sözünə baxın. İndi biz dedik ki, bayaq müxtəlif hərflər müxtəlif qiymət alacaq şərtini verməyibdi bizə. Verməyibsə, deməli, müxtəlif hərflər eyni qiymət ola bilər. Məsələn, baxırsınız ki, T 2 rəqəmli deyil. Deməli, tək rəqəmlidir. T-nin kvadrat kökü var. Deməli, 1, 4, 9-dan biri olacaq. T-nin kub kökü də var. Çünki kub kökü olmayanların içində T yoxdur. Kvadrat kökü də, kub kökü də olan tək rəqəmli ədədimiz təkcə 1-dir. Deməli, T də 1-dir. Baxın, A da 1-dir. Gəlin L-i araşdıraq. L
İki rəqəmlərin içində yoxdur. Kvadrat kökü var, kub kökü yoxdur. Kvadrat kökü olub, kub kökü olmayan tək rəqəmli ədədlər 4-dən 9-dur. Amma el 4-ə nisbəti cüt və tam kəsr olanların içində yoxdur. El burada yoxdursa, deməli eli 4-ə böləndə tək və tam ədəd almalıyam. O da 9 yox 4 olacaq. Deməli el 4-dür. A 1-dir. N-i araşdırın. Baxın uşaqlar, N 7-yə qalıqsız bölünməyənlərin içində yoxdur. Deməli, N 7-yə tam bölünəcək. Və N 2 rəqəmli də deyil. N 2 rəqəmli deyilsə, tək rəqəmlidir. 7-yə tam bölünən tək rəqəmli ədəd də 7-nin özüdür. Deməli, N oldu 7. İndi buradakıların da, buradakı hərflərin də qiymətləri cəmi oldu 14. Sonra nan sözünü verib, artıq N 7-dir, A da 1-dir deyə toplayanda alırsınız 15. Aydın oldu uşaqlar. Kimə qaranlıq qalan nə oldu buradan? Başa düşdünüzsə bu qədər. Sağ olun, gecəniz xeyrə qalsın. Çox sağ olun müəllim. Siz də Rəvan müəllim soruşa buyur. İndi bir inşallah gələndə sudoku yazacağam yoxsa necə? Yəni onu da vermişdiniz keçən dəfə. Məsələlər vermişəm, onlara da baxın demişəm. Video izaha baxın demişəm. Aha, oldu. Çox sağ olun müəllim. Sağ olun.